Bir erməni Azərbaycan üçün çoxdur. Bir erməni Azərbaycan üçün faciə deməkdir. Erməni düzələcək fikri qətiyyən doğru fikir deyil. Mən hər zaman söyləmişəm, bu gün də təkrar edirəm. Bir erməni Azərbaycan üçün çoxdur. Bir erməni Azərbaycan üçün faciə deməkdir. Faciə. Bugün tarixi A'dan Z'ə qədər öyrənməmizdə, hər birimizin öyrənməmizdə böyük fayda vardır. Ermənilər nə edirdilər? Bu 44 günlük savaşa qədər erməninin çəyməkçisindən tutmuş akademikana qədər hamısı xorla danışırdı. O uydurulmuş tarixi bunlar necə əzbərləmişdilərsə, xorla, yəni Qarabağda yaşayan Qacar dövlətinin ərazisindən Rusiyanın idxal edib, gətirib yerləşdirdiyi erməni paraziti, Chicago'da doğulan erməni paraziti ilə eyni şeyi danışırdı. Eyni notda danışırdılar. Eyni postulatlar, eyni narrativ. Paşinyanın arvadını sikim. Paşinyanın arvadını sikim.